Bilirəm, bu sualı siz də çox verirsiniz. Məhsulumu kopyalayacaqlar, onda mən nə qazanacağam? Cavabı bu misal üzərindən aparım. Günlərin birində sərçə arıya sual verir. Niyə bu qədər zəhmətlə bal yığırsan? Cavabı isə iş həyatının ən böyük dərsidir. Məsələ belədir. Arının topladığı bal yox olsa belə, heç kim arının ən böyük üstünlüyünü, yenidən bal yaratmaq qabiliyyətini əlindən ala bilməz. Amma arının gücü balda deyil, onun gücü yenidən bal yarada bilməkdədir. Eyni ilə iş dünyasındadır. Rəqiblər məhsulunuzu kopyalaya bilər, qiymətinizi aşağı sala bilər, ideyanızı götürə bilər, hətta özlərini sizə oxşadıb hərəkətlərinizi imitasiya edə bilərlər. Amma heç kim sizin bildiklərinizi, düşüncə tərzinizi və hər dəfə yenidən yaratmaq gücünüzü əlinizdən ala bilməz. Unutmayın ki, qorunmalı olan məhsul deyil, qorunmalı olan sizdəki yaradıcı gücdür.